Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ba'd. Muhammed ibn Abdülvahhab Rahimahullah'ın 3 əsas kitabına devam edirik arkadaşlar. Və ikinci dərsimizdə, birinci dərsdə ondan danışdıq ki, şeyxin həyatından və Bismillahirrahmanirrahim. İndi isə keçid alarıq mətnə. Şeyx Rahimahullah buyurur ki, Bismillahirrahmanirrahimdən sonra Bəli, i'ləm rahiməkallah ənəhu yəcibu aleynə təallumu ərba'a məsail. Əl-ulə əl-ilmu və huvə ma'rifətullah. Bura qədər inşallah. Və buyurur ki, Şeyx Rahimahullah, i'ləm rahiməkallah. Və burada fikir versək, diqqətli olaq. Yəqin ki, hamının yanında qələmi və vərəqi var və yaxud da dəftəri var qeyd üçün. Buyurur ki, Şeyx Rahimahullah, i'ləm rahiməkallah. Və fikir verin, burada elmlə duanı cəm eləyib şeyx. İ'ləm və burası elmdir. Və rahiməkallah, bil ki, Allah sənə rəhm etsin. Bil, bilmək, yəni elm və dua. Rahiməkallah, Allah sənə rəhm etsin. Və bu şeyxin bu cür gətirməsi, qardaşlar, Allah Resulü sallallahu aleyhi və səlləmin sünnətindəndir. Hansı ki, Şeyx Rahimahullah burada zikr edir. Və Allah Resulü sallallahu aleyhi və səlləmin səs gəlirmi? Və Allah Resulü sallallahu aleyhi və səlləm sünnətinə müvafiq olmaqdır. Yəni bu elmlə duanı cəm etmək. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm İbn Abbas'a olan duasında buyurur ki, Allahumma fəqqihu fid-din. Fikir verin, həm duadır, həm də elm. Allahumma fəqqihu fid-din. Yəni İbn Abbas'a dua eləmişdi ki, Allah Resulü sallallahu aleyhi və səlləm Allahumma onu dində fəqih elə. Və ona görə də elm tələbəsinin yolu budur ki, qardaşlar, yəni burada faydalar çoxdur həqiqətən də. Və deyir ki, həm elm öyrənəcəksən, həm də Allahdan müvəffəqiyyət istəyəcəksən. Yəni elmlə dua yanaşadır, qardaşlar. Onu yadınızda saxlayın. Yəni mütləq şəkildə insan elm öyrənirsə, həm elm öyrənməkdə davamiyyətli olmalıdır, həm də Allahdan istəməlidir bunu, müvəffəqiyyəti Allahdan istəməlidir. Çünki mümkün deyil. Yəni Allah müvəffəq etməsə, insan heç nəyə qadir deyil. Bunu yadınızda saxlayın. Elm tələb edən adam mütləq şəkildə Allaha dua yanaşı olmalıdır. Necə ki, Şeyx Rahimahullah burada fikir versiz gətirir. İ'ləm rahiməkallah. Bil ki, Allah sənə rəhm eləsin. Və buradakı i'ləm, şeyx burada tənbihlə başlayıb. Yəni müəllif tənbih edir oxuyana. Və bu da alimlərin mənhəcindəndir ki, yəni bəzi kitablarda görərsiniz ki, tənbih edir. Yəni oxuyucunun diqqətini özünə cəlb edir. Deyəcəyi sözə, aha, bundan sonra nəsə gəlir. Deməli, buna tənbih deyirlər. Və buradakı i'ləm, yəni bil ki, burada elmdən söhbət gedir. Gəlin görə indi elm nədir? Elmin dərəcələri hansılardır? Ümumiyyətlə, elm neçə yerə bölünür? Elmin tərifini verirkən alimlər, ümumiyyətlə, elmin tərifi çoxdur, qardaşlar. Və elmin tərifi necə ki, Şeyx İbn Hüseyn Rahimahullah elə 3 əsasın şərhində buyurur ki, diqqətli olun, yazanlar yazsınlar, yazmayanlar inşallah çatdıra bilməyənlər dərsdən sonra yazsınlar. Bu, yəni təşkilə qulaq asın. Buyurur ki, huva idrakuş şey'i, huva idrakuş şey'i, alə mə huva aleyhi idrakan cazimən. Təkrar edirəm, huva idrakuş şey'i, alə mə huva aleyhi idrakan cazimən. Və bu elmin tərifidir, qardaşlar. Yəni nə deməkdir? Bir şeyi olduğu hal üzərə qəti şəkildə idrak etmək. Bir şeyi olduğu hal üzərə qəti şəkildə idrak etmək. Bu elmin tərifidir. Yazıda saxlayın inşallah. Məsələn, bu nə deməkdir? Yəni burada fikir verin, qətilik var. Bir şeyi qəti şəkildə olduğu hal üzərə idrak edirsənsə, təsavvur edirsənsə, bilirsənsə, buna elm deyirlər. Məsələn, insan bilir ki, Günəş gündüz vaxtı yer üzünü işıqlandırır. Yəni buna heç bir şək şübhə yoxdur. Yəni şək şübhə yeri qoymayan qəti bilikdir bu. İnsanlar hamısı bilir ki, yəni bu qıraqdan öyrənilməklə yox, müşahidə ilə də bilirsən ki,
Yəni bu qəti elmdir ki, günəş nədir? Adəti üzrə çıxdıqda yer üzəri işıqlanır. Buna deyirlər idrak. Buna deyirlər idrak və qəti bilikdir. Buna elm deyirlər. Tamam. Və elmi qardaşlar, həmən bu adını zikr etdiyimiz bu idrak ki var, bir şeyi dərk etmək. Elm əhli buyurur ki, bu bir şeyi dərk etmək 6 mərtəbədir. Bir şeyi dərk etmək 6 mərtəbədir. Onlardan birincisi qəti şəkildə bir şeyi dərk etmək. Necə ki elmin tərifində gətirdik. Qəti olaraq bir şeyi dərk etməyə elm deyilir qardaşlar. İdrakin birinci mərtəbəsi elm. Qəti şəkildə bir şeyi idrak etməyə elm deyilir. İkincisi cəhlul bəsit. Cəhlul bəsit nə deməkdir? Yəni bəsit cahillik. Və bu da adamul idraki bil kulliyyə. Ərəbcə adamul idraki bil kulliyyə. Yəni bir şeyi kulli şəkildə idrak etməməkdir. Yəni bu cahillikdir. Sən bilmirsən yəni. Nə bir cüzündən xəbərin var, nə heç nəyindən xəbərin yoxdur. Məsələn, yəni sadə dillə desək bir şeyi heç dərk etməmək. Məsələn, sual versən ki, deyirsən ki, namazın neçə rükünü var? Bunun müqabilində əgər onun cəzimli şəkildə elmi varsa, birinci pillə, idraki varsa, deyir ki, sənə budur. Amma cəhlül basitdə, bəsit cahillikdə deyir ki, adam, mən ümumiyyətlə bilmirəm. Bir dənə də olsa bilmirəm. Və buna deyirlər adamul idraki bil kulliyyə. Yəni kulli şəkildə bilməmək, xəbəri olmamaq, elmi olmamağa deyirlər cəhlül basit. Və bundan sonrası cəhlül murakkəb. Deməli idrakin üçüncü növü, mərtəbəsi və yaxud da mürəkkəb cahillik. Mürəkkəb cahillik. Bu digərindən daha pisdir. Yəni bəsit cahil olan insan nə edir? Deyir ki, mən bilmirəm. Sual versə deyir bilmirəm. Lakin mürəkkəb cahil qardaşlar, elm əhli deyir ki, idraku şey'i alə vəcihin yuxalifu mə huve aleyhi. Nə deməkdir? Bir şeyi olduğunun əksi üzərinə bilmək. Yəni həqiqətinə müxalif olaraq bilmək. Məsələn, bir şey şəriətdə gəlir ki, misal üçün deyirəm bunları. Məsələn, şəriətdə gəlir ki, filan şeyin hökmü haramdır. Lakin o insan, mürəkkəb cahil olan, o elə bilir ki, xeyr, bu icazəlidir. Tam müxalif və tam əksini iddia eləyir. Buna deyirlər mürəkkəb cahil. Yəni bilmir və bilmir ki, o bilmir. Aydındır? Buna deyirlər cəhl-ül murakkəb. Həqiqətin müxalifi olaraq elm. Həqiqətə müxalif olaraq bilmək. Və buna cahillik deyirlər, mürəkkəb cahillik. İdrakin dördüncü pilləsi qardaşlar vahimdir. Ola bilsin ki, bu terminlər inşallah ki, sizə çətin gələ bilər, amma gələcək dərslərdə inşallah bu mövzulara toxunacağıq. Sadəcə məlumat olaraq yazın, qalsın sizdə. İdrakin dördüncü pilləsi vahimdir qardaşlar, vahim. Vahim nədir? Buyurur ki, elm əhli huwa idraku şey'i ma' ihtimali ziddin racih. Bir şeyi digər bir ehtimal daha güclü olduğu halda zəif ehtimalla dərk etmək. İndi buna da misal verəcək inşallah, oturacaq yerinə. Yəni məsələn, güclü ehtimal var əlində. Əlində güclü ehtimal var. Bu əlində güclü ehtimal ola zəif ehtimalla hökm verməyə vahim deyirlər qardaşlar. Zəif ehtimalla hökm verməyə vahim deyirlər. Bax, məsələn, bir insan dəstəmaz alır, təsavvür edin. Və o güclü ehtimal var ki, onda bütün əzaları islanıb. Sonra onun zehni onu zəif ehtimala yönləndirir. Və fikirləşir ki, birdən islanmaz. Və qayıdır təzədən su tökür. Və buna deyirlər vahim. Yəni sənin əlində güclü ehtimal ola
Güclü ehtimal ola ki, sən islatmısan artıq. Lakin o nə deyək, buna adına vəsvəsə deyək, şübhə deyək, ha? Gəlir ki, o zəif ehtimala zehin meyl eləyir. Əgər sən o zəif ehtimalla hökm versən, deyirlər ki, bu adamda vahm var. Yəni zəif, güclü ehtimal ola, zəif ehtimalla hökm verən adamdır. Aydındır. Bu da idrakın 4-cü mərtəbəsidir. İdrakin 5-ci mərtəbəsi şək. Şəkdir, qardaşlar. Şək nədir? Elm əhli buyurur ki, huwa idraku şey'i mə ihtimalin musavin. Bir insanın şəkkə düşməsi, yəni bir şeyi hər iki ehtimalın bərabər olduğu halda dərk etmək. Hər iki ehtimalın bərabər olduğu halda dərk etmək. Məsələn, bir nəfər namazdadır, deməli fikirləşir ki, mən ikinci rükətdəyim, yoxsa üçüncü rükətdə və tərəddüd edir. Və deyirsən ki, burada qayda yəni necə tətbiq olunur? Deyirsən ki, namazda əgər şübhədəsənsə, yəqinliyin hara doğrudursa, onunla hökm verirsən. Lakin şək elə bir şeydir ki, şək 50-nin 50-yədir. Adamda yəni ümumiyyətlə təsavvur yoxdur, fikir yoxdur ki, desin ki, mənim yəqinliyim buna yaxındır. Deyir, yox qardaş, heç birindən yəni meylim yoxdur. Ya 2 olmağına, ya 3 olmağına heç birinə meylim yoxdur. Və buna deyirlər şək, qardaşlar, 50-nin 50-yə. Hökm verə bilmir. Və ümumiyyətlə, elm əhli deyir ki, yəni şəklə əməl olunmur. Şəklə əməl olunmur. Bu da nədir? İdrakın 5-ci mərtəbəsidir. İdrakin sonuncu, yəni 6-cı mərtəbəsi, qardaşlar, buna deyirlər əvvan, zən. Bu da huwa idraku şey'i ma'a ihtimali ziddin mərcuh. Yəni bir şeyi digər bir ehtimal daha zəif olduğu halda güclü ehtimalla dərk etməkdir. Məsələn, baxırsan ki, sənin əlində məsələdə 2 yerə ayrılıb sənin görüşün, hə? Və baxırsan ki, sənin əlində daha güclü ehtimal var və bir də ondan daha aşağı pillədə olan ehtimal var. Və sən o güclü ehtimalla dərk etməyin nədir? Zənn sayılır. Aydındır, zənn. Və bu yəqinliyə yaxın olan bir şeydir. Aydındır. Bu zənnin özünün də mərtəbələri var. Zannul deməli qalib var və s. Bunları saxlayıram inşallah hələlik. Yəni yadınızda saxlayın ki, bu idrakin 6 mərtəbəsi var. İdrakin 6 mərtəbəsi var. Bunlar da hansıdır? Birincisi, ən güclü ehtimal, yəqinliklə bilinən idrak elmdir. Məsələn, sən yəqin bir şey bilirsənsə, məsələn, desən ki, qardaş, dəstəmazın sünnətləri, dəstəmazın rükunlarını saya bilərsənmi? Məsələn, şərtlərini saya bilərsənmi? Deyirsən, bəli, filan, 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 filan. Və salam. Buna deyirlər elm. Səndə heç bir nə zənn var, nə şək var, nə vahm var, nə cahillik var. Buna deyirlər elm. İkincisi, bəsit cahillikdir. Bəsit cahillik və bu da insan deyir ki, qardaş, mən bilmirəm. Üçüncüsü, mürəkkəb cahillik. Adam həqiqətin əksini təsəvvür edir. Həqiqətin əksini təsəvvür edir. Məsələn, bir şey ağdır, bu həqiqətdir, bu elmdir. Lakin yox, o yəni deyir ki, yox, bu qaradır. Bu mürəkkəb cahillikdir. Və sonra dedi ki, dördüncüsü vahimdir. Vahimdə bir güclü ehtimal ola əlində zəif ehtimala idrakin, yəni insanın zəif ehtimalla əməl etməsidir. Şək 50-nin 50-yədir. İnsanda heç bir təsəvvür yoxdur ki, budur yoxsa budur. Zəndəki güclü, zəif ehtimal ola güclü ehtimalı götürməkdir. Və bunu dərk etməkdir. Və buna deyirlər zan. Və belə deyək, 100 ilə ölçəsi olsaq, deyək ki, məsələn, yəqinlik, yəni buna deyirlər elm, 100-ə 100. Səndə heç bir şək şübhə yoxdur. Zən bundan sonra gəlir. Yəni deyək ki, 51-dən 99-a olan qisim zəndir. Şək 50-nin 50-yədir. 50%. Nə o tərəfə meyl edirsən, nə bu tərəfə. Vahm 1%-dən 49%-ə qədərdir. Belə yəni təmsili misallar verək. Vahmdır bu. Yəni insan zəif ehtimala meyl eləyir. Cahillikdəki 0. Yəni heç də bilmir adam. İnşallah ki, çətin olmaz. Yəni bu inşallah ki, sizdən tələb olunmur. Elə ki, bu
pillədə. İnşallah gələcəkdə bunun üstünə inşallah yaxşı da düşərik. Allahın izni ilə. Və sonra qardaşlar, deməli elm hansı ki yəqin bildiyimiz elm əhli deyir ki, iki qismə ayrılır. Elm əhli deyir ki, iki qismə ayrılır. Diqqətli olaq. Biri var Allahın elmi və biri var məxluqatın elmi. Allahın elmi bizə bəllidir. Heç bir naqislik olmayan, kamil. Məxluqatın elmi özü iki yerə ayrılır qardaşlar. İndi biz söhbət açacağıq məxluqatın elmindən. Tamam. Məxluqatın elmi iki yerə ayrılır. Daruri elmdir və nəzəri elmdir. Yəni daruriyun və nazariyun. Daruri elm nədir? Yəni zəruri elm heç bir araşdırma və istidlalə ehtiyac olmayan elmdir. Buna deyirlər zəruri elm. Məsələn, bu şey fitridir qardaşlar. Yadınızda saxlayın. Fitri bir şey. Məsələn, insan bilir ki, ona öyrətməsən belə, sən bilirsən ki, odun təbiəti yandırmaqdır. Elə deyilmi? Kimsə sənə gəlib bunu öyrədirmi ki, od yandırar? Xeyr. İnsanlar fitrətən bilirlər ki, odun təbiəti insanı yandırmasıdır. Aydındır? Bunun üçün heç bir araşdırmaya, heç bir təhqiqat aparmaya ehtiyac yoxdur. Bu fitrən bilinən bir şeydir. Tamam. Buna deyirlər zəruri elm. Məsələn, insanlar bilir ki, yayda isti olur, qışda soyuq olur. Bunlar hamısı fitri bilinən şeylərdir. Elmlə, araşdırma yolundan bilinən şeylər deyil. Deməli, məxluqatın elmi iki yerə ayrıldı, zəruri və nəzəri elm. Zəruri elm odur ki, fitri olan. Anadan gəlməsən bilirsən ki, bu məsələ belədir. Öyrənməyə ehtiyac yoxdur. Nəzəri elm qardaşlar, nəzəri elm yəni araşdırma. Yəni araşdırma. Bir insan məsələn namazın şərtlərini sən öyrənməsən bilə bilməzsən. Bu sənin fitrətində yoxdur yəni. Şəriətdə elm tələb etməsən, sən bilə bilməzsən ki, namazın neçə şərti var. Hə? Buna deyirlər nəzəri elm. Və nəzəri elm qardaşlar, nəzəri elm əsas bizim işimiz bununlandır. Zəruri elmlə yox. Nəzəri elm özü qardaşlar 3 mastardan öyrənilir. Və bu 3 məsdərin, yəni qayıdılacaq mərci, yəni qayıdılacaq bu 3 məsdər ki var əlimizdə, əhlüsünnə bu 3 məsdər barəsində ittifaq edib qardaşlar. Heç kim əhlüsünnədən deməyib ki, bu 3 məsdərdən birindən götürmürük. Onlar da hansılardır? Diqqətli olun. Əhlüsünnənin din öyrəndiyi, nəzəri elmi öyrəndiyi, ittifaq etdiyi 3 məsdər var. Quran, sünnə, icma. Quran, sünnə və icma. Və bundan dördüncüsü qardaşlar, qiyas. Cumhur alimlər qiyası qəbul ediblər. Mastar olaraq qəbul ediblər. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmlə qiyas barədə dəlillər mövcuddur. Ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qiyas edibdir. Məsələn, bir nəfər gəlir, deyir ki, sahabilərdən, ya Rasulullah, mənim oğlum qara doğulub. Təəccüb eləyir. Peyğəmbər sallallahu aleyhi və səlləm ona nə misal çəkir? Deyir, sənin dəvələrin varmı? Deyir, bəli. Onlar deyir, hamısı bir rəngdimi? Deyir, xeyr. Fikir verin, Allah Rasulü qiyas elədi. Yəni, insan da ola bilsin ki, onun hansısa, məsələn, nəsildən gələn o genlə ötürülən bir şeydir. Ola bilsin ki, sənin övladın qara ola bilər. Aydındır. Yəni, bunu Peyğəmbər sallallahu aleyhi və səlləm qiyas elədi və başqa qiyaslar da mövcuddur. Cumhur alimlər qiyası qəbul ediblər, mastar olaraq. Yəni, qiyasdan dəlillər çıxardıblar. Bizim məqsədimiz odur. Biz dinimizi hardan öyrənirik? Nə ilə hökm veririk? Quranla, Allahın kitabı, Rasulun sünnəti ilə və icma ilə. Alimlər icma edib ki, məsələn, bu məsələnin hökmü bu cürdür. Biz götürüb əməl edirik onu. Qiyasla isə cumhur alimlər yadınızda saxlayın götürüblər. Ancaq zahirlərdən və mu'təzilədən başqa. Tamam. Lakin Allah Teala alim qiyası cumhur alim qəbul edir və biz də qəbul edirik. Bunlar Quran, sünnə və icma.
Dedik ki, alimlər buradan elm götürməkdə ittifaq ediblər. Yəni hökm verməkdə. Bir də var, məsələlər var ki, qardaşlar, ixtilaflı olanlardır. Alimlər ixtilaf ediblər ki, bununla sən hökm verə bilərsən yoxsa yox. Bunu da məlumat üçün deyirəm inşallah. Gələcəkdə usul fiqh götürəndə inşallah bu barədə geniş danışacağıq. Onlar da hansılardır? Ümumi məlumat üçün deyirəm. Şərə mən qablənə. Birincisi, alimlər dediyim kimi ittifaq yoxdur. Alimlər ixtilaf eliblər ki, bizdən qabaqçıların şəriəti ilə hökm vermək olar yoxsa yox. Birincisi nə oldu? İxtilaflı olanlar şərə mən qablənə. Bizdən qabaqçıların, əvvəlkilərin deməli nəyi? Şəriəti. İkincisi qavlus sahabi. Sahabənin sözü. Hüccətli yoxsa yox? İxtilaf var. Üçüncüsü əl-istihsən. Dördüncüsü sədd-i zəraya. Beşincisi maslahal mursələ. Altıncısı urf. Yedincisi əl-istishab. Və bunu deyirəm, məsələn, burada kifayətləndirirəm. Çünki əgər gedəsi olsaq hər birinin mənası və açıqlamasına vaxt çox gedəcək inşallah. İnşallah ki, usul fiqh götürəndə bunların hamısını izah edəcək inşallah. Alə kulli həl, yadınızda saxlayın ki, əhl-i sünnənin mastarı, hökmü götürdüyü, hökm verdiyi əsas ittifaq olunanlar bu üçüdür. Quran, sünnə, icma. Və cümhur alimlər də bu ixtilaf olanlardan daha yüksək pillədədir. Cümhur alimlər də qiyası qəbul ediblər. Tamam? Bəli. Yaxşı, növbəti məsələ elm həmçinin dərəcəsinə görə də qismlərə bölünür. Elm dərəcəsinə görə qismlərə bölünür. Birinci dərəcə elmin birinci dərəcəsi. Haqqul yaqin. Ən güclü dərəcəsidir. Elmin ikinci dərəcəsi aynul yaqin. Bu ortadır. Üçüncü dərəcəsi isə ilmul yaqin. Bu zəif dərəcəsidir, qardaşlar. İndi hamısını dair bir misal verəcəm. İnşallah ki, aydın olacaq. Baxın, aynul yaqin nədir? Yəni, insanın gözlə görməsidir, qardaşlar. Məsələn, ilmul yaqin deyəndə nə nəzərdə tutulur? İlmul yaqin, elmin aşağı dərəcəsi. Məsələn, gəlib sənə deyirəm ki, və yaxud da sən özün araşdırmısan ki, necə ki, Şeyxülislam İbn Teymiyyə rahimehullah bu üç şeyə bir misal çəkir. Və çox gözəl misaldır. Şeyxülislam İbn Teymiyyə deyir ki, bal, məsələn, birinci pillə, balda bu misalları yerinə qoyaq, bu dərəcələri. İlmul yaqin, bal, eşidirsən ki, şirindir. Və ya sarı rəngdədir. Sənin bu eşitməyin, məlumatı əldə etməyin ilmul yaqin adlanır, qardaşlar. Və bu zəif dərəcədir. İkincisi, aynul yaqin. Sən biləndən sonra ki, bal şirindir, səndə nə yarandı? İlmul yaqin yarandı. Yəni, yaqin olan elm. Sən gözünlə görsən, o balın sarı rəngdə olmağını və ya sifətlərini, olur o aynul yaqin. Yəni, gözlə görüldü. Bunların hamısının Quranda misalı var. Aynul yaqin oldu. Orta dərəcə. Elmin dərəcəsi orta. Ən güclü dərəcəsi isə, qardaşlar, nə vaxt olur? Haqqul yaqin. Yəni, haqqı olaraq bilmək. Daha üstün. O baldan, deməli, o baldan götürüb bir qaşıq yeyirsən, onun sənin həm gözünlə gördüyün, həm də elm olaraq eşitdiyin hamısı bu dərəcədə kamil olur. Görürsən ki, nədir? Haqqul yaqinə çatırsan ki, bal, bəli, gördüm, eşitdim, gördüm və dadına da baxdım. Üçüncü pillə nə olur? Şeyxülislam İbn Teymiyyə rahimehullahın aynul yaqin, yəni yeyirsən, olur nə? Haqqul yaqin. Bəli. Və necə ki, baxın, dedim ki, hər birinin Quran-Kərimdə misalı var. Allah subhanahu wa ta'ala ilmul yaqin haqqında buyurur ki, Təkasür surəsinin 5-ci ayəsi. Kəllə ləv tə'ləmunə ilməl yaqin. Allah Teala burada nə deyir? Əgər deyir, diriləcəyinizi qəti elmlə bilsəydiniz.
Yəni öldükdən sonra dirilməkdən söhbət gedir burada. Yəni onlarda elm yox idi bu barədə, təsəvvür yox idi. Hə? Və 7-ci ayəsində nə deyir Allah Taala? Təkasür surəsinin. Deyir ki: "Thumma latarawunha aynal yaqin." Sonra nə dedi? Daha üstün. Yəni eşidib xəbər gələndən sonra Allah Taala deyir ki: "Latarawunha aynal yaqin." Siz onu gözünüzlə görəcəksiniz. Fikir verdiniz? Bu elmin ikinci pilləsidir. Orta. Yaxşı, haqqul yaqin nədir? Yəni haqqul yaqinə də daha dərin misal versək, Allah Taala buyurur ki, Vaqiə surəsinin 95-ci ayəsində: "İnne hada lehuve haqqul yaqin." İnne hada lehuve haqqul yaqin. Yəni burada Allah Taala nədən bəhs edir? Qiyamət günü möminlərin və kafirlərin etdiyi əməllərin əvəzini verilməsi haqqul yaqinlə görəcəklər. Nəinki onu eşitməklə, nəinki gözlə görməklə, haqqul yaqin olaraq görəcəklər, biləcəklər. Nə vaxt olur o qardaşlar? Məsələn, möminə artıq bir rahatlıq gəlir ki, o cənnət əhlidir. Allah onun günahlarını bağışlayıb. Və onu dadması haqqul yaqindir qardaşlar. Aydındır? Gözlə eşidir dünyada, qiyamət gün gözlə görür. O bağışlanmanın ləzzətini dadandan olur, haqqul yaqin olur. Həmçinin kafir də. Kafir eşidir əzab barəsində, olur nə? İlmul yaqin. Qiyamət günü onun gözünlə görür, olur aynul yaqin. Elə ki əzab ona daddırılır, Allahdan afiyət diləyir. Olur nə? Haqqul yaqin. Yəni bu ən ali dərəcədir. Tamam. İndi burada inşallah ki, deməli Şeyx Rahimehullah buyurur ki, Rahiməkallah. Yəni elmi dedik, izah elədik inşallah. Ə'ləm nə qasd olunur, dərəcələrini və s. qismlərini sayırıq. Sonra Rahimehullah deyir ki, Ə'ləm Rahiməkallah. Allah sənə rəhm etsin. Və Allah sənə mərhəmət etsin mənası, rəhm etsin sözündən müəllifin qəsdi nədir? Yəni Allah sənin keçmiş günahlarını əfv etsin və səni gələcəkdə müvəffəq etsin və qorusun. Niyə görə bu belədir? Çünki mutlaq olaraq gəlir. Mutlaq olaraq gəlir. Məsələn, gəlsəydi ki, Allah sənə məğfirət etsin və rəhm etsin, onda biz deyəsiydik ki, burada məğfirət keçmiş günahlara dəlalət edir. Rəhmət isə gələcəyə aid olur. Çünki adətən məğfirət keçmişə aid olunur qardaşlar. Lakin burada təkdə gətirib, mutlaq olaraq gətirib. Yəni Rahiməkallah. Ə'ləm Rahiməkallah. Yəni bu da tək gələndə dəlalət edir ki, yəni şeyxin müəllifin qəsdi odur ki, Allah sənin keçmiş günahlarını bağışlasın və gələcəkdə səni müvəffəq etsin və qorusun. Bəli. Və bu da elm əhli buyurur ki, alimin oxuyana inayətidir, yəni şəfqətidir. Yəni bu dua ilə başlaması. Sanki oxucuya dua eləyir. Bu çox gözəl üslubdur. Bəli. Sonra buyurur ki, Ənəhu yəcibu aleynə təallumu ərbə'i məsail. Bizim üzərimizə vacibdir ki, 4 məsələni öyrənək. 4 məsələni öyrənmək bizim üzərimizə vacibdir. Əl-ulə əl-ilmu və huvə ma'rifətullah. Onlardan birincisi, bizim öyrənməyimizin vacib olduğu məsələlərdən birincisini müəllif zikr edir ki, Allahı öyrənməkdir. Ümumiyyətlə bu 3 məsələ ki var, 4 məsələ ki var, bu 4 məsələdən birincisidir Allahı öyrənmək. Ən əvvəldə gələn. Və Allahı öyrənmək qardaşlar nə deməkdir? Allahı bilmək şəriətdə, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm vasitəsilə Allahın bizə Quran-ı Kərim və Rasulun sünnətində şəriətdə gələnləri qəbul etməyi, ona boyun əyib itaət etmək, yəni Allaha.
və Rasulü Muhammed sallallahu aleyhi və səlləmlə gələn şəriət ilə hökm verməyi gərəkdirir. Allah bilmək nəyi gərəkdirir? Allahı, deməli, şəriətdə gələnləri qəbul etməyi, ona boyun əyib itaət etməyi və Rasulü Muhammed sallallahu aleyhi və səlləmlə ilə gələn şəriət ilə hökm verməyi gərəkdirir. Bu Allah bilməkdir. Və Allah haqqında olan elm, qardaşlar, bizim Rəbbimiz haqqında olan elmimiz iki qismdir. Birincisi fitri elmdir. Yəni buna deyirlərdi zəruri elm. İkincisi nəzəri. Yəni bayaq elmi mərtəbələrini saydıqlarımızdan kənardır bu. Biz deyirik ki, Allahı öyrənmək, Allah haqqında olan elm iki qismdir. Fitri və nəzəri. Allahı biz fitri nə, yəni insan, birinci qismi o deməkdir ki, insan ona öyrədən olmasa belə, insan bilir ki, onu yaradan bir Rəbbi var. Aydındır, onu yaradan bir Rəbbi var. Və insana öyrədən olmasa belə fitrətən bilir ki, Allah Taala yaradandır. Allah Taala ruzi verəndir. Bu fitri elmdir, qardaşlar. Yəni kənardan müdaxilə olunmayıb. Və Allah haqqında elə də elm var ki, ikinci qism, yəni nəzəri elmdir bu. Onu mütləq biz araşdırma yolundan öyrənə bilərik. Mümkün deyil ki, onu biz fitrətən bilək. Məsələn, Allah Taala'nın deyək ki, sifətləri barəsində olan elm. Kimsə bizə öyrətməsəydi ki, Allahın əli var, Quran, sünnədən biz bunu görməsəydik, biz bilə bilərdik fitrətən olaraq Allahın əli var. Xeyr. Ona görə də Allah barədə olan elm iki qismə ayrılır. Fitrətən bildiklərimiz, Allahın xaliq olması, razıq olması, öldürən olması, dirildən olması və s. Bir də var nəzəri, yəni araşdırıb öyrəndiyimiz elm. Allah Taala görəndir. Yəni görən olmağı əslində fitrdir. Məsələn, Allah Taala, Allahın əli var və yaxud da ki, başqa sifətləri kimi. Aydındır? Bəli. Nəzəri elmi, Allah haqqında olan nəzəri elmi, qardaşlar, biz hardan alırıq? Kitab və sünnətdən. Və nəzəri Allah Taala'nın öyrənmək üçün nəzəri olan elmə deyirlər ki, əl-əyətü şər'iyyə. Yəni şəri ayətləri. Allah Taala'nın şəri ayətləri, bizə Rəbbimizi öyrədən şəri işarələr. Və Allah Taala'nı araşdırma yolu ilə deyil, məxluqata baxaraq öyrənməyi isə əl-əyətül kavniyyə deyirlər. Kavni ayətlər, yəni işarələr. Məsələn, bir insan deyək ki, yəni kavni ayələr nə deməkdir? Allaha işarə edən. Məsələn, baxırsan insanın öz yaradılışına, qaşına, gözünə, burnuna, necə yəni düzülüş var, heç bir eyb yoxdur. Allah Taala bu nəyə işarə eləyir? Allahın varlığına dəlalət edir yoxsa yox? Bəli. Və bir də var, Allahın ayətlərini, Allaha işarə edən şeyləri Quran-ı Kərimdən öyrənirsən. Quran-ı Kərimdən öyrənirsən. Aydındır? Allah Taala'nın hər bir ayəsi də onsuz da onu sübut edən dəlillərdir. Məsələn, Allah Taala Quran-ı Kərimdə buyurur ki, Zəriyət surəsi 20-21-ci ayələrdə və fil ardı ayətun lil muqinin. Yer üzündə yəqinliklə inananlar üçün dəlillər var. Və fi enfusikum əfələ tubsirun. Sizin öz nəfsinizdə də var bu. Məyər görmürsünüz? Yəni öz nəfsinizdə nə deməkdir? İnsan elə özünün aynaya baxanda, o yaradılışını görəndə bunların hamısı onu yaradanın nədir? Dəlalətidir. Allaha dəlalət edir. Yəni səni mütləq bu simada yaradan qadir olmalıdır. Xaliq olmalıdır, yaradan olmalıdır. İnsan mümkün deyil özünə yaransın. Bəli. Allahı bildikdən sonra müəllif rahimehullah deyir ki, və ma'rifətu nəbiyyihi. Və bununla inşallah kifayətləndirəcəyik. Peyğəmbəri bilmək. Peyğəmbəri bilmək, qardaşlar, 4 şey gərəkdirir. Peyğəmbəri bilmək 4 şey gərəkdirir. Və bunu təkrar edirəm ki, inşallah dərsdən sonra soruşacağam.
Peyğəmbəri bilmək 4 şey gərəkdirir. Onlardan birincisi, buna hətta demək olar Muhammedən Rasulullahın şərtləri. Təsdiquhu fīmə əxbəra. Gətirdiyi xəbərləri təsdiq etmək. Sən əgər Rasulullah sallallahu aleyhi və səlləmin, Muhammed sallallahu aleyhi və səlləm Peyğəmbər olduğuna, Rasul olduğuna şəhadət gətirirsənsə, mütləq şəkildə bu 4 şeyi eləməlisən. Yoxsa sənin şəhadətin naqisdir. Təsdiquhu fīmə əxbəra. Gətirdiyi səhih yolla olan xəbərləri təsdiq etmək. Və ta'atuhu fīmə əməra. Əmr etdiyinə itaat etmək. Rasulullah sallallahu aleyhi ve sellem nəyi əmr edibsə, Allahın əmridir bu. Rasulun əmri Allahın əmridir. Allah Teala necə ki buyurur: "Və mə yentiqu anil hava, hava in huwa illa vahyu yuha." O öz nəfsindən, havasından danışmır. Onun danışdığı da vəhidir. Aydındır? Üçüncüsü, "Vectinabu ma naha anhu ve zecera." Vectinabu ma naha anhu ve zecera. Yəni qadağan etdiyi şeylərdən uzaq durmaq. Peyğəmbər sizə nəyi qadağan edirsə, ondan uzaq duracaqsınız. Çünki onun qadağan etdiyi şey Allahın qadağan etdiyi şeydir. Dördüncüsü isə və əllə yu'bədəllahu bimə şəra'a. Və Allaha şəriətində gəldiyi kimi ibadət etmək. Allaha şəriətində gəldiyi kimi ibadət etmək. Deməli, qayıdırıq yenə Peyğəmbər sallallahu aleyhi və səlləmi bilmək və ona şahidlik etmək Rasul olduğuna 4 şey gərəkdirir. Gətirdiyi xəbərləri təsdiq etmək, əmr etdiyinə itaat etmək, qadağan etdiyi şeylərdən çəkinmək və Allaha şəriətində gəldiyi kimi ibadət etmək. Bunu ərəbcəsini inşallah yazın, asandır, əzbərləyəcəksiniz. Təsdiquhu fīmə əxbəra və ta'atuhu fīmə əməra və ictinabu mə nəhə anhu və zəcəra və əllə yu'bədəllahu bimə şəra'a. Asandır inşallah. Və sonra deməli bununla yanaşı elm əhli zikr edir ki, bununla yanaşı bu hökmlərə də razı qalmalısan. Məsələn, bir insan bir şey edə bilər. Məsələn, Rasulullah sallallahu aleyhi ve sellem bir əmrini edə bilər və yaxud da bir qadağasından çəkinə bilər. Lakin onun qəlbində bu hökmlərə dair heç bir narazılıq olmamalıdır. Əgər sənin qəlbində narazılıq varsa, bu iman deyil, qardaşlar. Tamam. Baxın, Allah subhanahu wa ta'ala Nisa surəsi 65-ci ayədə nə buyurur? Buyurur ki: "Fələ və rabbikə la yu'minuna hatta yuhakkimuka fīmā şəcərə beynəhum ثم لا يجدوا في أنفسهم حرجا مما قضيت ويسلموا تسليما." Sənin Rəbbinə and olsun ki, onlar iman etməzlər. Onlar iman etməzlər. Aralarında baş verən ixtilafda səni hakim təyin etmədikcə. Yəni nə olursa olsun Allah və Rasuluna qaytarırsan. Yaxşı, qaytardıq. Bununla bitdi mi? Xeyr. ثُمَّ لَا يَجِدُوا فِي أَنْفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا. Tam şəkildə sənin verdiyin o hökmə tam təslim olub qəlbində heç bir narahatçılıq hissi keçirmədikcə iman gətirməyəcəklər. Rasulullah sallallahu aleyhi ve sellem bir şeyə hökm verib və sənin o ziyan olaraq fikirləşsən belə sadəcə sənin düşüncəndə qalmalıdır. Vəssalam. Sən Rasulun verdiyi şeydə qəlbində heç bir sıxıntı hissi duymamalısan və tam təslim olmalısan, qardaşlar. Aydındır? Allah subhanahu wa ta'ala baxın burada bizi qorxudur nə ilə? Sənin imanın gerçəkləşməyəcək. Aydındır? Hətta o şeyə sən əməl etsən belə. Məsələn, insan Peyğəmbərin sünnətinə əməl edir, amma onu sevmir. Subhanallah, əməl etsən belə boşdur, qardaş. Sən onu sevmədikcə, ona qəlbində məhəbbət bəsləmədikcə, qəlbində tam təslim olmadıqca o əməlin sən keçərli deyil. Aydındır. Ona diqqətli olmaq lazımdır. Peyğəmbəri bilmək bunu gərəkdirir. Və sonra Allah subhanahu wa ta'ala yenə Quran-ı Kərimdə buyurur ki, Nur surəsi 51-ci ayədə. Buyurur ki, Rəbbimiz:
İnnemâ kâne kavlel mu'minîne izâ du'û ilallâhi ve rasûlihi liyahkume beynehum en yekûlû semi'ne ve ata'ne ve ulâke humul muflihûn. Allah Teala buyurur ki, aralarında hökm vermək üçün Allaha və onun Rasuluna çağırıldıqda möminlərin sözü nə olmalıdır? Məsələn, sən çağırırsan Allaha və Rasuluna. Allah və Rasulu bir şeydə hökm verdi. Sənin cavabın möminsənsə cavabın nə olmalıdır? Allah Teala buyurur ki, onların sözü ancaq mömin olanların sözü eşitdik və itaat etdik demələri oldu. Nicat tapanlar da məhz onlardır. Yenə başqa ayədə Allah Teala buyurur ki, Nisa surəsi 59-da: فَاِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللّٰهِ وَالرَّسُولِ اِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا. Allah Teala buyurur ki, aranızda çəkişmə baş verdi, Allah və Rasuluna qaytarın. Əgər möminsinizsə Allah və Rasuluna qaytarın. Digər bir ayədə Nur surəsi 63-cü ayə Allah Subhanahu Teala buyurur ki, və bu əzəmətli ayədir, digərləri kimi: فَلْيَحْذَرِ الَّذ۪ينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِ اَنْ تُصِيبَهُمْ فِتْنَةٌ اَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ. Allah Teala buyurur ki, فَلْيَحْذَرْ yani uzaq dur. اَلَّذ۪ينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِ onun əmrinə müxalif olanlardan. En tusibehum fitnetun ev yusibehum azabun elim. Onların başına gələcək fitnələrdən və yaxud da şiddətli, əlim verici əzabdan. Fikir verin, Rasulun qardaşlar, Rasulun əmrinə müxalif olmağı Allah Teala bizə bildirir ki, Rasulun əmrinə müxalif olsa nə olacaq? Fitnə ilə müsibət gələcək başına. Yəni fitnə gələcək başına. Və yaxud da ki, əlim verici əzab gələcək. İmam Əhməd, necə Şeyxülislam rahimehullah, İbn Teymiyyə rahimehullah Sarimul Məslul əsərində deyir ki, İmam Əhməddən zikr edir. Ayədəki fitnə şirkdir. Yaxşı, necə olur ki, mən özümüzdən misal çəkməyək. Birisi Allah Resulü sallallahu aleyhi və səlləmin yoluna müxalif olur, şirkə düşür. Nə əlaqəsi var şirklə? Elm əhli ona görə zikr edir ki, yəni bu şirki izah edəcəm inşallah. Burada nəinki şirk? Allah və Rasulunun əmrinə müxalif olmaq nəyi gərəkdirir? İnsanın ya bidətə, ya zəlalətə, ya havasına, ya şirkə, ya da küfrə düşməsinə səbəbdir. Fikir verin qardaşlar. Bəzilərinə deyəndə ki, qardaş, bu Allah və Rasulunun yolu deyil, bu sünnətdən deyil, Peyğəmbərimiz bu söz deməyib, bidətdir. Başlayırlar ki, sən də deyirsən, hər şey bidətdir. Nə oldu da? Yaxşı əməl də eləyirik də. Qardaş, mücərrəd sənin Allah Rasulunun yoluna müxalif olmağın, Allah Taala'nın əmrinə müxalif olmaqdır. Və Allah Taala buyurur ki, "Ən tusibehum fitnə." Sən fitnəyə düçar ola bilərsən. Ya bidət əhli olacaqsan, ya zəlalət əhli olacaqsan, ya küfr əhli olacaqsan, ya şirk əhli olacaqsan. Və İmam Əhməd niyə görə şirk deyir? Baxın, deyir ki, ayədəki fitnə şirkdir. Və sonra buyurur ki, ola bilər ki, insan Rasulun bəzi sözlərini rədd edər və qəlbində bir sapıqlıq, zeyğ yaranır. Və bu onu həlak edər. Şirkə düşərsən. Təsəvvür edin, yəni az bir şey deyil. Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətinə tabi ol. Onun sünnətinlə get. Kim deyir ki, sənə özündən din icad elə? Necə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə buyurur? Allah Resulü buyurur ki, sallallahu aleyhi və səlləm, kim bizim etmədiyimiz və bizdən olmayan bir şey ortaya qoyarsa, ondan rədd olunar. Asandır yəni, sünnətə tabi olmaq asandır. Bidət törətmək çətindir, qardaşlar. Aydındır və bu da bidətin təhlükəsindəndir. Və Şeyx Rahiməhullah da bu məsələni bizim diqqətimizə çatdırır ki, sənin üzərinə vacibdir Peyğəmbəri də öyrənmək, Allahı öyrənmək, sonra Peyğəmbəri öyrənmək vacibdir. Niyə görə? Ta ki, sən Allah Taala'nın işarə etdiyi o fitnə əhlindən olmayasan deyə. O bidət əhlindən olmayasan deyə. Əlim verici əzab əhlindən olmayasan deyə.
Və inşallah ki, bu günlük bu qədər kifayət eləyər. Elhamdülillahi Rabbil alemin.